Müxtəlif x və y həqiqi ədədləri daxil edilir. Bu ədədlərdən böyüyü hansıdırsa, böyüyünün 2 misli ilə kiçiyinin cəmini hesablayıb çıxışa verən alqoritmin blok sxemini qurun. Bu başlanğıcdır və x, y ədədlərini daxil edirəm. X, y. Bunların onsuz da bir-birindən fərqli olduğunu bilirəm. Əsas məsələ hansının daha böyük və ya kiçik olduğunu müəyyən etməkdir. Onda şərt yazıram. Əgər x y-dən böyükdürsə, hə deyirəmsə, bu artıq o deməkdir ki, x daha böyükdür. Və bu halda bir özündən z dəyişəni yazacağam. X daha böyükdürsə, böyüyün 2 misli, yəni yazacağam 2x üstəgəl. Bu halda y daha kiçikdir, kiçiyin cəmi. Bəs bu şərtə yox deyirəmsə, artıq bu əksidir. Bu o deməkdir ki, y daha böyükdür, x kiçikdir. Bu halda isə z-i tapmaq üçün y daha böyükdürsə, 2 y-in üzərinə x-i əlavə edəcəm. Və bunların cəmini çıxışa verən, yəni bunların ikisində də z alınır və aldığım cəmi z-i çıxışa verirəm və sonlandırıram.